Vaxtınız xeyir, aktual gündəm efirdədir. İmtahanlar dövrü və əlbəttə ki, qəbullar dövrü adlandıraq bu dövrü. Həm buraxılış imtahanları başa çatdı, həm digər imtahanların bəziləri artıq yekunlaşıb, bəzilərinə hazırlıq gedir. Biz isə əsas suala bir cavab axtaraq. Azərbaycanda ali təhsil, onun keyfiyyəti, xüsusən də bu zəncirdə, keyfiyyət zəncirində bakalavrdan sonra gələn magistr dərəcəsinin əhəmiyyəti. Ümumiyyətlə, lazımdır Azərbaycanda magistr dərəcəsi hansı funksiyanı yerinə yetirir? Magistr dərəcəsi alıb diplom alan şəxs bunu harada istifadə edir? Digər tərəfdə magistraturaya qəbul imtahanlarının hər il çətinləşdirilməsi, üstəlik informatika, məntiq və s. fənlərinin məcburi və özü çətin proqramla, bunu hər halda təhsil ekspertləri deyir, salınması universitet tələbələrinin əlavə olaraq magistraturaya hazırlaşmaq üçün repetitor yanına getməyə sövq edir. Çünki 4 illik bakalavr sistemi, təhsili bu imtahanları verməyə imkan vermir. Məsələnin digər və vacib tərəfi ondan ibarətdir ki, magistr təhsil almaq istəyən şəxslərin bir çoxu xaricə üst tutur. Çünki fikirləşir ki, xaricdəki magistr proqramları daha keyfiyyətli və yaxud da daha təminatlıdır. Nəyə təminatlıdır? Niyə Azərbaycanda magistr pilləsi təminat vermir? Həmçinin qiymətlərlə bağlı da bəzi fikirlər söylənilir ki, Azərbaycanda magistr təhsili kifayət qədər bahadır, hətta qəbul imtahanlarının da qiyməti bahadır. Amma ümumilikdə rəqəm onu göstərir ki, Azərbaycanda hər il magistraturaya qəbul olmaq istəyənlərin sayı azalır. Səbəb nədir? Bu suala da cavab axtaraq. Ümumiyyətlə, ali təhsilin real bazara hesablanması kontekstində magistratura hansı rolu oynayır? Ümumiyyətlə, funksional olaraq Azərbaycanda nəzəri aydındır. Elmi nəzəri kontekstdə hansı rolu oynayır, bu aydındır. Amma reallıqda və Azərbaycanda bu rol nədir, ona ayrılmış rol nədir? Universitetlərin magistr proqramları nəyə hesablanıb? Bu proqramlar hansı qaydalarla tərtib olunur və nəticələr, yekunlar varmı? Maraqlısı budur ki, ümumiyyətlə, sualı həm də belə qoyaq. Azərbaycanda magistr təhsili verən ali məktəblərin və yaxud magistraturaya aid neçə dərslik var və yetərlidirmi bu dərsliklər? Magistrların nə elmi ictimaiyyətdə, nə digər yerdə xüsusi fəallığının seçilməməsinin səbəbləri nədir? Bax, bu suallara bir cavab axtaraq, ekspertlərimizlə və eyni zamanda təhsili bilən şəxslərlə birlikdə müzakirə eləyəcəyik. Ceyhun Məmmədov, Milli Məclisin deputatı, İlham Əhmədov, dosent, təhsil eksperti. İş vermək olar. Faktik olaraq imitasiya ilə məşğuluq. İlham müəllim, sualı belə qoyum. Azərbaycanda magistr pilləsi niyə yaradıldı? Məqsəd nə idi? Və biz o məqsədə nail olduqmu bu 30 ildən çox müddətdə? Yəni 30 il deməyək, 25 il ən azından var. Mən də salamlayıram tamaşaçıları. Deməli, 90-cı illərin sonlarında bizdə magistratura təhsil pilləsi yaradıldı. Bu, Azərbaycan təhsilinin dünya təhsil məkanına inteqrasiyası məqsədi ilə, qlobal standartlara yaxınlaşmaq məqsədi ilə oldu. Sonra da 2005-ci ildə Bologna prosesini biz imzalayanda artıq və sonra yeni təhsil qanunu da qəbul olanda bizdə 3 pilləli təhsil Avropadakı kimi belə bir formalaşma getdi. Amma başqa ölkələrin magistraturanın yaradılmasına vaxt sərf eləmişdilər xeyli, hazırlıq işləri görülmüşdür, tədris metodik materiallar hazırlanmışdır, müəllim heyəti hazırlanmışdır, əlavə resurslar, elektron resurslar, laboratoriyalar və s. Yəni, magistratura təhsil pilləsi bizim təhsilimiz üçün bir yenilik idi. Heç vaxt bizdə bu təhsil pilləsi olmamışdı. Biz ona ciddi hazırlaşmalıydıq, ciddi investisiya qoymalıydıq və ondan sonra tədricən buna keçməliydik. Amma biz 2 ayın ərzində 100-lərlə ixtisas üzrə magistr proqramı açdıq. Heç bir hazırlıq eləmədən, heç bir investisiya qoymadan, bir sözlə heç nə eləmədən elan elədik ki, biz magistraturanı açdıq. Və onun da mənim yadıma gəlir həmən dövrdə nətər idi proseslər. Məsələn, müəllimin dərsi var, 5 dəqiqəlik zəngdə gəlir kafedraya. Kafedra müdürü tez yaxasına yapışır, bilirsən, bizim kafedra magistr proqramı veriblər. Sizcə hansı adla biz magistr proqramı yazsaq yaxşı olar? O da gözlənilmədən verilən suala ağlına gələn birinci cavabı verir. Heç bir təhlil eləmədən, analiz eləmədən, öyrənmədən. Tez onu yazır. O birisi fasilədə 5 dəqiqə fasiləyə gələn müəllimə deyir, biz filan ixtisas üzrə magistr proqramı açırıq. Burada hansı fənləri tədris edək?
O da yəni ağlına gələn bir fənnin adıdır. Bu qayda ilə deməli ekspromptum, heç bir baza olmadan, hazırlıq olmadan təcrübəli və təcrübəsiz müəllimlərin ağzından çıxan sözlərin əsasında biz magistrın ixtisas proqramları, fən proqramlarını hazırladıq. İndi də o proqramla işləyirik. İndi də demək olar ki, o proqramlarla işləyirik. Amma müqayisə üçün deyim ki, həmən dövrdə Rusiyada magistratura pilləsinə keçdi. Rusiyanın bir əyalət universitetində bir ixtisas üzrə bir magistr proqramının hazırlanmasında bir ildə $1,5 milyon pul sərf olundu. Və o bir illə bitmədi. Bir neçə il o proqramın hazırlanması davam elədi. Bizim ölkəmizdə universitetlərin arasında yalnız ADA Universiteti magistr proqramlarının hazırlanmasına ciddi yanaşdı və universitetin yaradılması haqqında prezidentin sərəncamı olandan sonra təxminən 2 il müddətində onlar magistr proqramları hazırladılar və bütün o mərhələləri keçdilər, xarici ekspertlər dəvət elədilər. Ondan sonra fəaliyyətə magistr proqramı ilə başladılar. Həmən müddətdə paralel bakalavr proqramlarının da hazırlığı getdi. Əlavə də 1-2 il yenə də ona vaxt sərf olundu və bir 4 illə təxminən bakalavr proqramlarının orada icrası başlanıldı. Yəni bu ciddi məsələdir. Aydındır. Bizdə layihə olma, bu mega layihədir. Bugün necə yanaşılır? Bax, məsələn, bu tərəfi var. İndi də tədris planları və s. yenidən hazırlanır. Amma necə hazırlanır? Əvvəlki kimi ictimai əsaslarla, heç bir maliyyələşmə olmadan, elə oradan-buradan kim əllərində keçdi, tapırlar, gəl bunu elə, onu elə. Bu şəkildə, yəni heç bir rəqabətə davamlı deyil, keyfiyyət yoxdur, meyarlar yoxdur, prinsiplər yoxdur, əmək bazarı ilə koordinasiya yoxdur. Deyək ki, iş adamlarının tələblərini... Yaxşı, başqa bir sual verim. Əmək bazarı ilə tutaq ki, yoxdur koordinasiyası magistr pilləsindən. Bəs elmi tədqiqat mərkəzləri ilə, elmi qrantlarla varmı? Qrantdan, ümumiyyətlə Azərbaycanda elm və təhsil sahəsi üzrə tədqiqatlara qrantlar verilmir. Elm fondu cüzi verir. O da çox azdır, böyük bir 50 universiteti olan bir ölkə üçün ildə 3 dənə, 5 dənə qrant verir. O da onun haqqında da mətbuatda çox yazılıb, o qrantlar necə verilir, səmərəsi nədir? Necə verilir həmən və səmərəsi? Belə deyək ki, də tanışlıqla verilir. Və səmərəsi? Səmərəsi də icraçının məsuliyyətindən asılıdır. Nəsə bir nəticə olub bu illər ərzində? Belə çox cüzi. Aydın. Bəlkə o robot o qrantla hazırlanmışdı. Yadınızda da bir salam vermək istəyirdi, alınmırdı. Üçüncü cəhdən də alınmadı. Onu dəqiq bilmirəm. Yəni onu görə. Amma ümumiyyətlə isə magistraturanın əsas hədəfi elmi tədqiqata hazırlamalıdır tələbələri. Burada da çox böyük problemlər var. Çünki əvvəl ali məktəbdə elmi mühit yoxdur. 30 ildir bu elmi mühit yoxdur. Məsələn, bizdə Sovet dönəmində universitetlər, universitet 2.0 modelindədir. Bu, o deməkdir ki, həm tədris var, həm elm var. 90-cı illərdə bizim universitetimiz gəldi, düşdü, universitet 1.0-a, yəni ancaq tədris var. Biz əzdən sonra əksər universitetlər düşdü 0.0-a, yəni nə tədris var, nə elm var. Və nə var indi orada? Bəzilərində 0.0-dır, bəzilərində 1.0-dır. 2.0 olsaydı bizdə, bu 30-35 ilin ərzində bizim bir dənə tədqiqat universitetimiz artıq yaranardı. Hələ də məlum strategiyada qeyd olunub ki, 2 dənə tədqiqat universiteti olacaqdır və Nazirlər Kabineti 2017-ci ildə onun meyarlarını müəyyən edib. Amma bugün də həmən meyarlara cavab verən bizdə universitet yoxdur. Deməli, tədqiqat universiteti yoxdur, çünki elmi mühit yoxdur, elmi mühit yoxdur, elm yoxdur, çünki ona maliyyə ayrılmayıb, yenə də ayrılmır. Məsələn, müqayisə üçün deyim ki, 2013-cü ilə qədər az da olsa Nazirliyin fəaliyyətində şəffaflıq var idi. Məsələn, mən bir məqalə oxumuşdum, o vaxt Təhsil Nazirliyinin Maliyyə Şöbəsi müdürünün orada büdcə yazılmışdı, hansı universitetin büdcəsi nə qədərdir və s. Nazirliyin ümumi xərclər büdcəsi maddələrlə, yəni təsəvvür var idi. Və orada mən gördüm ki, deməli, ildə Azərbaycanda universitetlərə toplam olaraq 2 milyon manat pul ayrılır. Yəni 50 universitetə elmin inkişafında 2 milyon pul ayrılır. Yəni hər universitetdə 30-40 min manat. O da bərabər ayrılmır. Deyək ki, 1 milyonu Bakı dövləti ayrılır, yerdə qalan qəpiklər də o birisilərə belə. İndi ümumiyyətlə ayrılırmı, ayrılmırmı, necə ayrılır bilinmir. Nazir bir dəfə dedi ki, 8 milyon biz universitetlərdə elmin inkişafına pul ayrılır. Ondan da yenə xəbər olmadı. Öyle deyəsən, o məqalələrə görə qanara kimi verdilər, yəni neynədilər, necə verdilər. Amma çoxlu layihələrə ehtiyacı var, çoxlu
tələb var, çoxlu görülməli işlər var. İlbəil də dünya dəyişir. Hansı layihəyə ehtiyac var? Məsələn, birini mən deyim, hal-hazırda mən 4-5 nəfər magistrimdən bir layihə üzərində işləyirəm. Deməli, magistrlərin adı belədir. Gənc alimin onlayn məktəbi. O da elmə giriş, elm nədir, elmi tədqiqat nədir, hansı vasitələrdən istifadə olunur, süni intellektin elmdə istifadəsi, kompüter proqramlarının tətbiqi, məqalə necə yazılmalıdır. Bunları biz deməli bir video dəstək formasında, təxminən 25 dənə video olacaq. Artıq onu kitab formasına salmışıq, yəni kontent hazırdır. İndi onun əsasında... Axı bu elmi tədqiqat deyil. Yox, elmə hazırlayırıq. Biz magistrı elmi tədqiqat aparmağa hazırlayırıq. Magistr hazırladınız, bizdə hansı elmi tədqiqat işləri, böyük layihələrdə magistr cəlb olunacaq ki, bu hazır olsun. Bizdə avtonomiyadır. Bakalabr avtonomdur, magistr avtonomdur. Magistraturanın məqsədi bunları elmi fəaliyyətə hazırlamaqdır. Amma eləyirmi? Yəni bizim bu layihə buna yönəlib. Amma sonrası nə olacaqdır? Professorların özləri elmi tədqiqatlara normal cəlb olunmur. Bəs odur, söhbət ondan gedir. Nəinki magistr. Professor, məsələn, deyək ki, nazirlik hərdən cüzi qrant verir. Məsələn, professor QHT sədri olaraq, məsələn, əvvəla qrantları məktəb müəlliminə verir, ali məktəb müəlliminə verir. Bəli, vermirlər. Ali məktəb müəllimi də o QHT-lərin qrantında, əgər bu QHT-si varsa, ya hansı QHT-si, ora layihə verir. O professorun verdiyi layihə, hansı ki, nazir özü deyib ki, biz necə eləyək, təhsilimiz rəqabət davamlı olsun, universitetimiz. Bu mövzuda layihə verir, bu qalır kənarda, amma əhəmiyyətsiz bir təhsil aidiyyəti olmayan adamların minnətdaram, vaxt ayırdınız bizə. Dərsliklər məsələsində bir ayrıca məncə müzakirəyə ehtiyac var, çünki burada da suallarımız çoxdur. Sizə uğurlar diləyirəm. İlham müəllim, belə çıxdı ki, biz istəmirik də bu magi. Onu neyiniyək biz bunu? Belə qalıb. Elçin müəllim, ümumiyyətlə bu formatda müzakirələr təhsilə heç nə verməyəcək. Biz hər dəfə sistemin bir elementini götürüb onun ətrafında müzakirə aparırıq. Biz sistemə bütöv baxmalıyıq. Biz təhsil problemləri institutu deyirik ki, İlham müəllim ona bütöv baxaq. O da baxmır. Yaxşı, o dövlət hesabına maliyyələşir. Orada işləyən ciddi alimlər var. Onlar baxmır. Biz necə baxaq? İndi biz burada cəhd eləyək də. Məsələn, mən belə düşünürəm. Bizim məktəbdə təhsil, orta təhsil, mən üzr istəyirəm, bizim Zoom bağlantısında Qoşqar müəllim də var. Amerikadan bizə qoşulubdur. Qoşqar Məhərrəmov təhsilin idarə olunması üzrə mütəxəssis. Qoşqar müəllim, xoş gördük. İstəyirəm o da eşitsin bizim söhbətimizi. İlham müəllim, buyurun, davam edin. Mən hesab edirəm ki, magistraturada, bakalavrda, doktoranturada olan problemlər eyni mərkəzdən, eyni düşünmədən, eyni idarə etmədən yaranır. Bakalavrda problemləri kim yaradıbsa, həmən adamlar magistratura təhsil pilləsini yaradıb, orada da problemlər var, doktorantur. Buna görə məsələyə bu sistemə bütöv və kənardan baxmaq lazımdır. Biz keçən il burada müzakirə olunanda dedik ki, nazir deyir ki, universitetlərdə keyfiyyətə təminat sistemi zəifdir. Onun haqqında müəyyən söhbət apardıq. Mən düşünürəm ki, keyfiyyətə təminat sistemini universitet səviyyəsində yox, milli təhsil sistemi səviyyəsində keyfiyyətə təminat sistemi yaradılmalıdır. Və o həmən meyarlar... Kim yaratmalıdır? Dövlətin təhsil siyasətini həyata keçirdən nazirlik yarada bilmirsə, desin, mən dururam kənarda tender edən edirəm. 5 milyon, 10 milyon verirəm, bir nəfər... İstəyib yaratmaq yoxsa, indiyə kimi olur? İstəməyib, o ağıllarına da gəlmir, o səviyyədə onların dərk etməsi də yoxdur. Dərk etməsi, onlar problemləri dərinliyi ilə görmürlər, sistem halında görmürlər, analitik deyirlər. Bəs təhsil institutu nə üçündür? Təhsil institutunu da öz günlərinə saldılar da. 10 ilin ərzində təhsil institutu degradasiya oldu. Və oradakı analitiklər, alimlər nə oldu? Təlim mərkəzi. Oradakılar hamısının əlini, qolunu bağlayıblar, alimə fəaliyyət meydanı verməyəndən sonra alim nə etməlidir? Oturur orada elə cızma qarası ilə məşğul. Onun qabağında qarşısında problem qoyulmur, maliyyə ayrılmır, grant verilmir, elmi ezamiyyələrə girməyində şərait yaradılmır. Üzr istəyirəm, bax, o təhsil institutunda nə qədər əməkdaş çalışır? Əvvəllər 150 nəfər idi Sovet dönəmdə. İndi deyirlər sayı xeyli artıbdır. Artıb? Bəli, xeyli artıbdır. Amma heç kim heç nəylə məşğul deyil. Təlim mərkəzidir. Onlar 10 ilin ərzində ancaq təlimlərin təşkili ilə məşğuldurlar. Tədqiqat, hərçənd ki, bu yaxında akreditasiya verildi ona. Bəli. Və akreditasiyanın da alət istəsi komissiyası verildi. Yəni, bu elmi tədqiqat institutu. Amma fəaliyyəti təlim mərkəzi kimidir. O necə olur? Ona görə də mən məqalə yazdım, sual qoydum ki, buna təlim mərkəzi kimi akreditasiya elədir, yoxsa elm. Elm kimidirsə o məqalədə problem hansı elmin tövhələr verdi, Azərbaycan hansı
təhsilinin hansı problemlərini qoydu, hansı strategiyalar hazırladı, niyə magistratura üçün tövsiyələr verməyib bu illər ərzində, necə qurulmalıdır, məzmunu necə olmalıdır və s. Yəni bizim burada danışdığımız problemləri təhsil institutu eləməliydi, amma orada son 10 ilin ərzində 3 direktor olub, heç birisinin təhsil elmlərinə aidiyyəti yoxdur. İkisinin ümumiyyətlə elmi dərəcəsi olmayıb, birinin elmi dərəcəsi olub kimya texnologiyası üzrə. Bax belə. İndi sistemə biz bütöv baxmalıyıq, müəllim. Tək magistraturanın problemini biz müzakirə eləsə heç nəyə nail olmayacaq. Bütöv də odur ki, biz keyfiyyətin təminat sistemini ölkənin bütün təhsil sisteminə tətbiq eləməliyik. Və bunu kim tətbiq eləməlidir? Nazirlik. Bəs nazirliyin özünün fəaliyyətində keyfiyyət varmı? Yoxdur. Deməli, ayrıca bir keyfiyyətin idarə edilmə sistemi yaradılmalıdır. Nazirliyin aparatının fəaliyyətinin keyfiyyətinə təminat sistemi, necə ki, universitetlərdə var. İdarə etmənin keyfiyyət sistemi və orada idarə etmə keyfiyyətli qurulsa, beynəlxalq standartlar səviyyəsində. Onlar artıq ölkənin milli təhsil sistemi üçün həmən keyfiyyətli təminat sistemini təmin edə bilirlər. Məndə hər ikisinin modeli var. Mən hazırlamışam. Bu qədər qurumlar yaranıb, agentliklər və s. ilə yarada gedirik. O agentliklər fəaliyyətdə baş nazir niyə bir ay bundan əvvəldir ki, bizim diplomlarımız qardaş Türkiyədə tanınmır? Üstündən ay yarım vaxt keçib. Niyə nazir ona cavab vermir ki, tanınmır? Niyə tanınmır? Və nə etmək istəyirik onun tanınması üçün? Nə vaxt tanınacaqdır? Yaxşı, 20 il sən Bologna prosesinə imza atmırsan və sənin diplomun əgər Türkiyədə də tanınmırsa, deməli dünyada heç yerdə tanınmır. Onda bu 20 il nə ilə məşğul olmuşsunuz Bologna prosesi adıyla? Problemlər çoxdur və onlara biz epizodlarla ya elementlərlə baxma. Bu sistemdir, bu sistem halında baxmalıyıq və o sistemin təkmilləşdirilməsi, səmərəli fəaliyyəti üçün təkliflər verməli. Və bu müzakirə də olmalıdır. Burada nazir baxan adam baxmır. Belə çıxdı da, baxan adam baxmır. Bizim də müzakirəmizi deyirsiz eləməyək. Bəs neyiniyək? Görmür, baxsa da görməyəcəkdir. Aydındır. Bax, deyirsiniz ki, baxan adam baxmır, biz də müzakirə eləməyək. Onda necə eləyək? Biz müzakirə eləyirik. Biz müzakirəni biraz fərqli rakursdan eləməliyik. Yox, rakurs məsələsi deyil. Ay İlham müəllim, bunun üçün elmi tədqiqat institutunda o fərqli rakursdur. Yəni buna elmi konferans keçirilməlidir. Biz indi oturub burada faktlarla, rəqəmlər, nə statistika var əlimizdə? Burada baxın, bir də mən əslində burada məsələ nədir? Bax, bizim elm və təhsil sistemində çox mühüm 2 institutumuz var idi. Onun biri müəllimlərin hazırlığı idi. Təkmilləşdirilməsi. Yəni onların təkmilləşdirilməsi ilə məşğul idi. Mən indi o negativ halları qoyuram kənara. Yəni bu institutun əsas missiyası müəllimlərin biliyinin, bacarığının, təcrübəsinin artırılmasıdır. O institutun fəaliyyətinə ciddi ehtiyac vardı. Bu gün deyirik təhsildə yeni innovasiyalar, müəllimləri təkmilləşdirmə institutu var idi Sovet dövrü. Ayrıca da təhsil problemləri institutu var idi. İndi gəlirəm, mən ona gələcəm. Yəni, məsələn, həkimlərin təkmilləşdirməsi durur, amma müəllimlər, o institut mütləq bərpa olunmalıdır. Və təklif kimi mən bunu qaldırıram və orada da bu dediyimiz yeniliklər, müəllimlərə yeni bacarıqlar, o çox vacibdir. İkinci, bizim deyilən institut təhsil problemləri institutu. Bu institut təlim mərkəzi kimi fəaliyyət göstərməli deyil. Bu institutun əsas missiyası bugün bizim müzakirə etdiyimiz məsələlərdir. Yəni təkcə bu deyil. Təhsildə çox ciddi proseslər gedir. Bax, bu institutda alimlər bir araya gələrək problemləri araşdırmalı və problemdən çıxış yollarını ortaya qoymalıdır. Yəni bizdə təkcə bu deyil, süni intellekt, sosial media, tərbiyə işi, repetitor və s. Burada hər bir mövzu tədqiqata cəlb edilməlidir və bundan çıxış yolları göstərilməlidir. Məsələn, biz indi magistraturanı deyir. Yəni, bu indi Yanaşma Elm və Təhsil Nazirliyi həyata keçir. Onların da mövqeyi ondan ibarətdir ki, biz belə bir formada məsələyə yanaşır. Amma mən də o təşəbbüslə və təkliflə bir daha çıxış edirəm ki, bizim təhsil sahəsində çox ciddi tədqiqatlara ehtiyacımız var. Əlbəttə var. Və bu məsələləri, bax, indi biz deyirik ya, bugün artıq gələcək peşələrindir. Burada da Bəxtiyar mənim də qeyd etdi, əvvəl də biz müzakirə etmişik, ali təhsil yaxşıdır, lazımdır, vacibdir. Amma bugün peşə ali təhsili üstələyir. Yəni, biz nə etməliyik? Bizdə bilirsiniz, burada problemlər çoxdur. Valideyn beyninə qoyur ki, mənim uşağım tək ali məktəbə girsin. Amma nə olacaq?
hara gedəcək? Ali məktəblə iş bitdimi? Axı bununla iş bitmir. Sonra nə olacaq? Alim mi olacaq? Sonra hansı formada davam etdirəcək? Ona görə burada prosesin fasiləsizliyi, ona görə də burada mütləq şəkildə tədqiqat və yönləndirmə olmalıdır və istiqamətləndirmə olmalıdır ki, cəmiyyətə bu mesajları verir. Amma bugün bizdə proses odur ki, bugün peşə sahəsində çox ciddi tələbat var, mütəxəssis azlığı var, amma ali təhsildə əlbəttə, əgər 34 ildə bunu eləyə bilməmişiksə, lap ironik, lap ciddi soruşur. 34 ildə bu şeyi qura bilməmişiksə. Buna Nizaminin sözü ilə cavab vermək istəyirəm. Nizami Gəncəvi elmə çox yüksək dəyər verir. Amma özü işini qurtarmamışdı da, deyəsən, adi bir dini məktəb. Elmsiz ölkənin gələcəyi yoxdur. Elm milli təhlükəsizlikdir. Amma bizdə tənəzzülə gedir, çox səbəbləri var və bilmirəm bu təsadüfdürmü, yoxsa nədir? Məsələn, doktorantura qəbulla bağlı ingilis dilinə elə şərtlər qoyublar ki, heç xaricdə oxuyub gələn də bəlkə də o şərtlə imtahan verə bilməz. Amma bugünkü gün texnologiya indiki inkişaf səviyyəsində ingilis dilini o səviyyədə bilməyə ehtiyac yoxdur. Hər şey avtomatik tərcümə olunur, oxuyursan, tərcümə edirsən. Çox ciddi məsələ. Bu doktoranturaya bu şəkildə qəbulu ləğv eləmək lazımdır. Alimə dil lazımdırsa, alimə dil lazımdır. Tədricən öyrənəcəkdir. O ixtisasını qoyub kənara, dissertasiyanı qoyub kənara 3 il ingilis dili öyrənməli deyil. Burada bir məqam var, razılaşmıram. Bütün elmi yeniliklər xarici dillərdə olur deyə ən azından oxuyub başa düşmək səviyyəsində. Mən şəxsən ingilis dilini bilmirəm. 35 ildir dünya elmində gedən bütün yenilikləri internetdə izləyirəm. Gəlin İlham müəllim, burada bir məsələ var, ona baxaq. Yəni əsas ixtisası bilməlisən. Aydındır, amma mən ixtisasında elmi yenilik varsa, onu bilmirəmsə mən neçə il geri qaldım. Bu günləri Çində tərcümə qurğuları, qulağına taxırsan. Amerikada universitetdə professor ingilis dilində mühazirəsini öz ana dilində qulaq asasa. Onda mənə ingilis dilində nəyimə lazımdır, ona vaxt itirir. Amma işləyərək yavaş-yavaş alim gələcəkdir. Amma doktorantura yolunu bununla bağladılar. Bircə dəqiqə, bax, Qoşqar mənim ingilis dilini çox mükəmməl bilir. O sualı ona verim. Yəqin ki, Amerikada ingilis dilini mükəmməl bilirsiniz də, yəni mən də çox yersiz dedim bu sözü. Amma hər halda Qoşqar müəllim ingilis dilini, yəni bilib və yaxud da o dediyimiz o tərcümə eynəyi də taxırsan tərcümə edir. O səviyyədə elmi yeniliklərdən xəbər tutmaq mümkündürmü, yoxsa yox? Mümkündür. Yəni ingilis dili hal-hazırda Azərbaycanda deyək ki, ədəbiyyat sahəsində, aşıqlıq sahəsində, tarix sahəsində, bir çox sahədə alim olmaq üçün, tədqiqat aparmaq üçün, hətta fundamental elmlərdə də tədqiqat aparmaq üçün ingilis dili bilmək artıq xüsusilə də tərcümə saytları, tərcümə proqramları, süni intellekt olandan sonra şərt deyil. Qoşqar müəllim, əgər mən dissertasiya yazsam ki, Azərbaycan aşıq sənətində dastançılıqla Amerika Broadway teatrının estetikasının qarşılıqlı əlaqələri, ona görə ingilis dilini biləm axı? Yeri gəlmişkən belə mövzu olmuşdur. Elçinlər, üzr istəyirəm. Qazandığımızla itirdiyimiz eyni deyil. İxtisasda, məsələn, 80% itirəcək. 80%, amma ingilis dilini bilməklə 10% qazanacaq. Tərəziyə qoyanda itirdiyimiz daha çox. Burada gəlin bir dənə mən bu məsələ aydınlıq gətirim. Baxın, yəni bizdə bilirsiniz nədir? Bəzən biz bəzi qərarları qəbul edirik. Qərarlar çox mütərəqqi qərardır. Razıyam. Amma praktikada bu bizə mane olur, yoxsa inkişaf etdirir. Mən də düşünürəm ki, bir alim ingilis dilini bilməsi yaxşıdır. Amma bizim bugün problemimiz odur ki, bəzi sahələr üzrə, dərs sahələri üzrə çoxlu sayda mütəxəssis ingilis dilini bilmədiyinə görə nə magistraturaya girə bilir, nə doktoranturaya girə bilir. Bəli, yəni və biz itiririk. Məsələnin mahiyyəti odur. Yəni bax bizə problem yaradan məsələ budur. Əlbəttə qərar mütərəqqi qərardır, amma praktikada bu bizi geriyə aparır. Və İlham müəllim, bilsiz harada düz demir. Siz rus dilini yaxşı bilirdiniz də, doğru mu? İndi təsəvvür ki, rus dilini siz bilməyərdiniz o vaxtı, oxuduğunuz dövrdə. Siz nə oxuyacaqdınız? Bax, bu var. Sovet dönəmində də mən rus dilini bilməliydim də. Çünki Azərbaycan resurs yoxdur. Həmən vəziyyətdir. Ona görə dili bilməlidir ki, o ədəbiyyatı oxuya bilsin. Problemin bu tərəfi də var axı. Siz, Qoşqar müəllim, ixtisasınız nədir, üzr istəyirəm? Mənim bakalavrım biologiyadır. Yetər. Magistratura, doktoranturam təhsilin idarə olunması və liderlik. Biologiya. Biologiyada elmi yeniliklər dünyanın ən tanınmış jurnallarında çıxır ki, yəni bu jurnallar xüsusi bir əhəmiyyət daşıyır da. İndi mən haqqında çox az bilirəm. Oradan oxuyub orijinalda
elə terminlər var ki, onu birdən o süni intellekt və yaxud da qulaqlıq düzgün tərcümə eləməsə, Qoşqar müəllim səhv istiqamətə gedib ayrı elmi tədqiqat işi yazacaq. Sonra bütün dünya deyəcək ki, sən bir dənə sözü düz oxumayıbsan. Belə hal da ola bilər. Tərcüməçi bu səhvi də buraxır. Amma var. Və yaxud da Qoşqar müəllim indi dedi. Misal üçün Azərbaycan tarixi ilə məşğul olan bir alim mütləq ərəb dilini bilməlidir. Bəlkə səhv deyirəm. Fars dilini bilməlidir. Yəni hamını bilməyənə ehtiyac yoxdur. Amma bilsə yaxşıdır. Bilsə yaxşıdır. Yəni burada bax mən gəlin belə deyək də, bu ingilis dili məsələsi mən indi prosesin içindəyəm. Magistraturada da, xüsusilə də doktoranturada ciddi bir məsələ. Xüsusilə də doktoranturada, yəni bax indi biz deyirik, çoxlu sayda həvəsi olan, elmə marağı olan gənc təbii ki, ingilis dilini bilməlidir. Mən hamıya bunu davamlı olaraq təşviq edirəm. Amma bizim məsələmiz odur ki, bu gənc girə bilmir və biz gələcəkdə mütəxəssis yetişdirə bilmirik və biz gələcəkdə çox ciddi problemləri yaşayacağıq. Yəni, baxın, arxeologiya olsun, istər başqa digər folklor olsun və bəzi sahələr olsun, bunlarda yavaş-yavaş bizə yaşlı nəsil gedir. Yeni nəsil gəlməlidir. Haqlısınız. Və bu yeni nəslin də gəlməməsi bizə gələcəkdə tədqiqatların aparılmasında ciddi bir problem yəni bir tərəfdən alimə az pul veririk, digər tərəfdən imtahanı çətinləşdiririk ki, ümumiyyətlə eləyirik ki, Azərbaycanda alim yetişməsin. Mən belə başa düşürəm. O səviyyədə ingilis dilini bilən gedib xarici şirkətdə işləyib 10 min dollar Siz informatikadan xəbəriniz var. Bax, hələ ingilis dilini deyirsiniz. Qoşqar müəllim, bilmirəm informatika sahəsində bilikləriniz nə yerdədir. Amma mən dəqiq əminəm ki, Azərbaycanda siz magistr imtahanı verə bilməzsiniz. Xaricdə hansı bir imtahanı verə bilərsiniz. Amma Azərbaycanda magistraturaya informatikanı elə salıblar ki, 4 il gərək repetitor yanına gedəsin informatika sahəsində. Hətta bioloq olsaz da, filolog olsaz da... Yəni, əslində, bu səslədiyimiz... Bunlar süni şəkildə yaradılmış. Niyə? Məqsəd nədir? Elmi məhv eləməkdir, başqa yox. Axı, elə məqsəd ola bilməz. Azərbaycanda... Kimindir elə məqsəd? Məqsəd kimindir? Bilmirəm, kimindir. Bilək də, gəl müəyyənləşdirək onu. Orta əmək haqqı 1000 manatın üstündədir. Akademiyada elmlər doktorunun maaşı 1000 manatın altındadır. Onda alim yaşayarmı, elmə gələn olarmı? 1000 manatın altında maaş alan adam, məsələn, başqa ölkələrdə professorla nazirin maaşı arasında 2 dəfə fərq var. Bizdə professorla maaş, bizdə də 2 dəfə fərq var da. Bizdə 15 dəfədir. Fərq var da. 15 dəfə. Bizdə azdır, orada Almaniyada 2 dəfədir. Deməli, Elçin müəllim, Elçin bəy, icazənizlə mən də bayaq mənə soruşulan suala cavab verim. Alimlərimiz hara gedib? Alimlərimizi biz itirmişik. 90-cı illərdən üzü bu yana biz alim itiririk. Nə qədər insan Azərbaycan ali təhsil müəssisələrini tərk edib 90-cı illərin qeyri-sabit vəziyyətində gedib xaricə. Biz onları indi o universitetlərdən geri dəvət də eləyə bilmirik. Çox nadir hallarda, məsələn, biz indi gördük ki, Qarabağ Universiteti Tibb Fakültəsinə Amerikadan mütəxəssis dəvət eləyə bildik, müəyyən fakültələrə, ixtisaslara gedib xaricdə magistratura, doktoranturasını eləmiş, universitetlərdə karyera qurmuş insanları dəvət edə bildik. Bunlar bizim üçün uğurdur. Amma bu yenə də çox epizodik qalır. Yəni, biz bu mənada daha çox islahatlara getməliyik. Ümumiyyətlə, bir də mən məsələnin bir fərqli bir rakursdan diqqətinizi çəkmək istəyirəm ki, ümumiyyətlə bizdə etika və ləyaqət məsələsində problemimiz var. Etika və ləyaqət ümumiyyətlə cəmiyyətin bütün təbəqələrində, bütün iş yerlərində indi Ceyhun müəllim də məsələn çox gözəl tövsiyələr verir gənclərə. Onların hamısının içərisində, Ceyhun müəllimin tövsiyələrinin içərisində dürüstlük var. Özünü daimi inkişaf etmək var. Çünki özü elə adamdır ona görə. Bəli. İndi məsələn mən deyirəm ki, bizim bütün iş yerlərində, ali təhsil müəssisələrində əgər biz dürüstlüyü və ləyaqəti ön plana çıxarsaq, etikanı, əxlaqı ön plana çıxarsaq, o zaman insanlar iş mühitində qalacaq. Ləyaqət deyəndə nəyi nəzərdə tuturam? O həqiqətən layiq olduğu maaşı ala bilirmi? Layiq olduğu hörməti görə bilirmi? Sosial təminatı, əmək mühafizəsi, daha sonra hüquqlarını, iş yerindəki o münasibətlərdə etika, əxlaq ön plandadırmı? Əxlaq bildiyiniz kimi din təməlli dürüstlük və yaxud cəmiyyət münasibətlərini kontrol edən bir
anlayışdır. Etika isə dinlərdən də hələ üstün, yəni dinlər üstü bir anlayışdır. Biz məsələn hələ etika anlayışını deyək ki, universal bir sistem kimi müəssisələrimizdə əməyin etikası, iş yerlərinin etikasını ön plana çəkə bilsək, məsələn, mən Xəzər Universitetində 2 il işlədim, sonra 3-cü ilimdə də deyək ki, saat hesabı işlədim. Xəzər Universitetindən niyə ayrıldım? Öz-özümə deyirəm ki, kaş universitetdə qalsaydım, amma bir də baxdım, yadıma salıram ki, mən ailəli idim, 2 övladım var idi, 450 manat kirayə ödəyirdim, 900 manat maaşım var idi. Və mən elmi dərəcəniz ola. Bəli. Maaşımın artmağı üçün təklif elədim. Dedilər ki, 1100 manata yüksəldə bilərik sizin maaşınızı. Mən istədim ki, mənə 1500 manata təklif var. Üzr istəyirəm, mən onda ayrılım. Və mən 1500 manatla başqa bir işə ayrılmalı oldum. Sonra o işə getdiyim yerdə də yenə də təlimçilik fəaliyyəti ilə məşğul olurdum. Baxın, tədqiqat məsələsi artıq məndə geri planda qaldı. Əlbəttə. Sonra o müəssisə bağlanmaq qərarı aldı. Azərbaycan Müəllim İnkişaf Mərkəzi o müəssisə bağlanmaq qərarı aldı, artıq ixtisara gedir. Mən yenə də universitetləri araşdırdım, gördüm ki, universitetlərdə mənim istədiyim təminat, sosial təminat yoxdur. Baxın, 1500 manatlıq işdə işləyirəm və yeni iş axtarıram, çünki iş yerim bağlanır. Və mən getdim, özəl məktəbdə işləməli oldum. Necə olur ki, özəl məktəb bizim universitetlərimizdən daha yaxşı məvacib verir? Belə olmamalıdır da, deməyim budur. Biraz uzaqlaşdıq mətləbdən. Elmi qalxızmaq üçün mən bir təklif verirəm. Niyə mətləbdir də? Elə puldur, bayaqdan siz də pul deyirsiniz. O nəticələrdən danışır, mən səbəblərdən. Elmi qalxızmaq... Səbəbləri bizə yox, həmən o qərarı verən şəxslərə demək lazım. Buradan səslərdən də universitetlərdə elmi inkişaf etdirmək üçün qərar verilsin. 5 il Azərbaycan universitetlərində təmir aparılmasın, təmirə gedən bütün pullar universitetdə elmin inkişafına, qrantlar formasında, təhsilin inkişafına qrantlar formasında. Nə fərqi var? Görəcəksiniz ki, dərsliklər də var, kurikulumlar da var, elm də var. Öz tanıdığı, tutaq ki, şirkətlərə, nə bilim, o tenderlə verən universitet, təmir elətdirən universitet, indi qrantları qeyri-hökumət təşkilatı yaradıb. Yox, universitetin əməkdaşlarını da versin. Əməkdaşlar kimdir ki, yad adam var? Hamısı qohumlardır. İndi ictimai əsaslarla olub... Hamısı qohumlardır. Baxın, mənə bir universitet göstərin ki, düşüb, ona elmdə belə bir şey deyilər, universitetlərin müəllim ovu. Çalışırlar başqa universitetdən müəllim cəlb eləsinlər, yaxşı bir mütəxəssis. Azərbaycanda hansı universitet gəlib kiminsə qapısını döyübdür ki, gəl bizdə işlə. Bax, elə mən öz sahəmdən deyirəm və nümunələr də göstərə bilərəm. Neçə nəfər var ki, bizim sayədə həm praktik, həm də elmi dərəcəsi də var. Heç kim qapısını döymür. Amma bütün qohumları, qohumların da qohumları, qohumlarının sürücüləri də orada elmi dərəcələri də var. Alanda da qrantı o cür həll eləyəcək də. Dövlət baxsın, nəzarət eləsin. Kim? Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası, bunların hamısının funksiyası nəzarət edici funksiyadır. İşləsinlər, nəzarət edirdə deyir, təmir eləmişik, vəssalam. Təmirin universitetin inkişafında parlaq divarların arasında... Yaxşı, qrant verdi, siz nə biləcəksiniz? Baxın, vergi işçisi nə bilsin, bununla elmi inkişaf elədi, yoxsa yox. Bax, bayaq bir mövzu dediniz də, qrant ayrılıb. Azərbaycanda skaut hərəkatı. Vergi işçisi nə bilsin ki, bu faydalı yoxsa faydasızdır? Onlar çox yaxşı bilir. Lazım olanda elə sübut edirlər ki, müəllim, ekspertlər dəvət edirlər, müzakirə aparırlar, rəy alırlar, anonim rəy alırlar. Lazım olanda hər şey ispat edirlər. Bax, o elmi, belə deyək də, axtarışlar apardılar ki, Azərbaycanda skaut hərəkatı. Hansı elmi qənaətə gəldilər? Onu qrantı verəndən soruşmaq lazımdır. Bəli, Qoşqal müəllim, buyurun. Skautların funksiyası tədqiqat deyil. Yox, siz söhbətin əvvəlini eşitmədiniz. Azərbaycanda elmə qrant ayrılıb ki, Azərbaycanda skaut hərəkatının öyrənilməsi. Məktəblərdə. Məktəblərdə. Olmayan şeyi öyrənirik. İndi nəticəni soruşmaq istəyirəm. Yəni, o qrant şey deyil, o qrant öyrənilməsi deyil. O qrant skautlar hərəkatının genişlənməsidir. Yəni, şagirdlər skaut olsun, həyatda qalmaq bacarıqları inkişaf eləsin. Uşaqlar bu fəaliyyətlərlə əylənirmi? Əylənir. Müəllimlər bu prosesə qoşulub skautluğu öyrənirmi? Çadır düzəltmək, təbiətdə yaşamaq. Yəni, siz bundan tanırsınız bu tədqiqat işi ilə? Bunun tədqiqatla heç bir əlaqəsi yox. Yox, tədqiqat aparılıb, indi pul ayrılıbdır. Mən bilmək istəyirəm, hansı elmi nəticəyə gəldi bu tədqiqat? Magistraturada bu qədər problem olduğu halda, ona pul ayrılmadığı halda belə mənasız işlərə hər il Təhsil Nazirliyi qrant verir.
Yaxşı, bu mənasız iş olsun. İlham əmi, elmi nəticəsi nə oldu? Yaradaq, yaratmayaq. Nə elmi, indiyə kimi olanların olub bu nəticəsi. İldə 20-30 qrant verir, 300-400 qrant verir Təhsil Nazirliyi. Ancaq belə QHT xəttinə. Müəllimlərə də neçə yüzlərlə qrant verir. Müəllimlərin arasında yenə də nəsə var. Nə var? Məsələn, kitab yazır, metodika hazırlayır, təqdimat aparır, təlim aparır, belə şeylər var. Amma o QHT-lərə 100 mindən, 50 mindən, hətta milyonla verdiyin mən bilirəm. 1 milyon bir QHT-lər. Hanı onun nəticəsi? Amma magistraturaya məsələn biz portal hazırlayırıq. İlham əmi, nəsə demək istəyir Qoşqar müəllim sizə? Son yekun fikrim ondan ibarətdir ki, mən sırf bu İlham müəllimin qeyd elədiyi məsələyə görə etika anlayışını təklif edirəm. Bəli. İnsanlar etik davranmağa səsləyirəm. Etik davranmağı bəs kim vərdişə Allah gətirəcək? Hüquq sistemi. Qoşqar müəllim, bir 34 il, 35 il vaxt sərf elədik bu müzakirəyə nail olduqsa, təxminən bir 34 ildə biz etikanı müzakirə eləyərik. Növbəti 34 ildə də onun tətbiqi ətrafında fikirləşərik ki, növbəti 34 ildə niyə elmi inkişaf eləsin. Ceyhun müəllim, sonuncu sual və çox qısaca cavab. Neçə 33 illiklər lazımdır bizə ki, bunları düzəldək? Yadıma Üzeyir bəyin məşhur o məsələ düşdü. Ona görə belə sual. Mən hesab edirəm, dəyişmək mümkündür. Burada çətin bir şey yoxdur. Nə olmalıdır dəyişsin? Başqa yolumuz yoxdur. Yəni, başqa yolumuz yoxdur. Amma getmirik bu yolda. Müəyyən islahatlar gedir, amma məsələlər də çoxdur. Hesab edirəm ki, prosesləri sürətləndirməliyik və maksimum dərəcədə burada səsləndirilən təkliflərdə hamısı ona yönəlib ki, bax, ümumi işi nə edək ki, bu prosesdə gecikməyə. Bilirsiniz, bütün dövlətlər inkişafını təhsil elmə verdiyi dəyərə borçludur. Azərbaycan prezidenti də hər dəfə çıxışında elmlə bağlı, təhsillə bağlı bunu xüsusi vurğuluyur. İnsan kapitalı, Azərbaycan elmi, qara qızılı insan kapitalına çevirmək. Siyasi iradə var, dövlətin iradəsi var. Digər ki, bax, biz nəyisə, hansı zəncirdə nəyi düz eləmirik ki, halqanı düz eləmirik ki, bu proses ən azından indən sonra düzəlsin. Əsas sual məncə budur. Və mən hər birinizə təşəkkürümü bildirirəm. Əlbəttə ki, Ceyhun müəllim yeri gəlmişkən, məncə ən çox narahat olan adamlardan biri sizsiz, elə parlamentdə də, elə ümumiyyətlə təhsil sistemində də, çünki digərləri bu məsələnin deyəsən ümumiyyətlə maraqlanmır, qəribədir. Mən niyə dedim Üzeyir bəyin məşhur bir məqaləsi yadıma düşdü. O belə bir həmişə Molla Nəsrəddində məqalələr verirdi, məsələ formasında, riyazi məsələlər formasında. Onlardan biri belə idi ki, dedi, erməni-müsəlman davasından sonra müsəlmanlar yığışıb 35 məktəb açdı. Sual, neçə erməni-müsəlman davası lazımdır ki, bu məktəblərin sayı 100-ə çatsın? Vəssalam. Məncə, burada hər bir məntiq var. Biz nə tövür iş görürük və həqiqətən də bizə neçə belə veriliş və neçə belə bir müəyyən təsir olmalıdır ki, biz heç olmasa öz üzərimizə düşən hər kəs təhsildə əvvəldən axıra qədər, bağçadan universitet kafedrasında işləyən müəllimə qədər, rektora qədər hər kəs öz üzərinə düşən vəzifəni düzgün anlayıb icra eləmək istəsin. Məsələ orasındadır ki, istəyirik ya istəmirik. Bax, bu suala cavab axtaraq görüşərik.